Bayaqdan baxıram ki, video çəkməmişdən əvvəl. Bu gözlərim niyə belədir? Elə qəribə makiyaj eləmişəm ki, ağappaq parıldayır, gərək biraz çəhrayılıq falan qatardım. Mən də deyirəm gözlərim niyə olduğundan fərqli görsənir. Bebəklərim, salam, necəsiz? Ümidvaram ki, hər kəs yaxşıdır. Mən çalışıram yaxşı olam. Özümə çox baxmayacam. Gözlərimə qəribə gəlirəm, ətim tökülür. Bir təhər oluram, toba toba. Deməli bu gün nə edirik? Bu gün ağlıma bir mövzu gəldi. Bu mövzudan yola çıxaraq bu sualı ortaya gətirdim. Başlıqda hal-hazırdakı açılım eləyəcəyimiz sualı görürsüz. Amma mənim ağlıma hardan bu mövzu gəlib, bunu sizlə bölüşmək istəyirəm. Deməli, oturmuşdum, fikirləşdim ki, Allah Allah, bax indi. Biz çoxumuz keçmiş münasibətləri, keçmiş insanları, keçmiş fikirləri, qəlibləşmiş düşüncələri keçmişdə buraxmaq istəyirik və yeniyə keçid eləmək istəyirik. Artıq belə bir yeni enerji istəyirik, yeni insan istəyirik, səviyyəli şeylər istəyirik, mədəni insanlar istəyirik. İstəyirik də istəyirik. Ona görə düşündüm ki, barmağım dəydi. Ona görə düşündüm ki, ümumi şəkildə bunu ələ alaq. Hansı mövzuda probleminiz varsa, məsələn, sualımız nədir? Oxuyum, onun üstündən deyəcəm. Yazmışam ki, unutmayım. Kollektiv üçün keçmiş bağları arxada qoyub yeniyə addım atmaq üçün yol göstərici nədir? Yəni, əksəriyyətiniz münasibətlə bağlı izləyəsiniz bunu. Bəziləriniz karyera həyatınızda sizə dəstək verməyən iş yerlərindən qopmaq üçün izləyəsiniz. Bəziləriniz öz şəxsi qərarlarınızla bağlı izləyəsiniz. Dilim dolaşdı. Ona görə kim nəyə istəyir izləyə bilər. Mənim buradakı əsas məqsədim keçmişi necə buraxıb yeniyə necə yol ala biləcəyimizi görmək üçün açar sözlər, cümlələr, öndərlik deyirlər, rəhbərlik almaq üçündür, arkadaş. Bəzi adamlar olur ya, belə oturursunuz hər hansısa bir yerdə və başlayırlar belə elə cümlələr qururlar ki, güya da, yəni mən bilirəm də bu sözü, hani anlarsın ya. Mən də elə oldum lap. Niyyət edirəm bu açılımın bütünə şəfa olmasına. Ümidvaram ki, mənim açılım vasitəsilə toplum şəfalanar və ən doğru cavabı mənim vasitəmlə, mənim elçiliyim sayəsində əldə etməyinizə niyyət edirəm. Hay Allah, yanımda hansı kartlar olduğunu demədim, değnek beşli. Bu klasik dəstədir, bunu bilirsiniz onsuz da çoxunuz. Tarotda klasik dəstə nədir? Sonra Cima, Rumi, yaşılı qoymuşam bura Ruminin şərəfinə. Bu arada Rumi haqqında dərin məlumatı olan insan var. Məni izləyən insanlarla. O sırada bizim yox. Rumi, Allahım, bu gün eynim çox yüksəkdir, çox açıqdır. Rumi haqqında məlumatı olan insandan Rumi haqqında kiçik bir məlumat alırım. Niyə bilirsiniz? Mən Rumini çox istəyirəm əslində. Çünki bəzi cümlələri ilə həqiqətən yol göstərir. Amma Ruminin qadınlara qarşı bəzi negativ cümlələri var imiş. Rumi heç hoş deyil. Onu aydınlaşdırmaq üçün sorğuluyuram. Rumi haqqında bilginiz var mıdır? Varsa rəylərdə yazarsınız. Zəhmət olmasa, unutdum. Məndən şəxsi seans almaq istəyirsinizsə, izləyirsiniz, deyirsiniz, aman tanrım, mən bu enerjini istəyirəm. Aman tanrım, mən bu insandan bir seans istəyirəm. Seanssız olmur işte, şəxsi seans istəyirəm. O zaman mənlə rəylərdə olan telefon nömrəsi vasitəsilə, həmçinin WhatsApp, utandım, WhatsApp linkim sayəsində, Instagram linkim sayəsində əlaqə saxlaya bilərsiniz. Və şəxsi seans ala bilərsiniz herhalde. Haydi bakalım. Bu arada yanıma çəhrayı dəstələr də almışam. Göstərim, ondan sonra başlayaq. Çox gözəl, çox tatlı bir dəstədir. Bu dəstəni ən favori arkadaşım alıb, mənə ən yaxın dostum alıb. Herhalde abla. Ona da izlədərəm ki, bax orada ən favori dostum demişəm falan adıyla. Uy. Yallah, hadi bakalım. Keçmiş bağları arxada qoyub, yeniyə addım atmaq üçün yol göstərici nədir? Kollektiv üçün keçmiş bağları arxada qoyub, yeniyə addım atmaq üçün yol göstərici nədir? Görək yol göstərici nədir? Gülüm düşmə. Altına Rumi də çəkəcəm.
Para kraliçesi. Mənim kimi çəhra, qırmızı geyinib. Çəhra nə idi? Birinin üstündə değnek kraliçesi var. Birinin üstündə para kraliçesi var. Kollektiv üçün keçmiş bağları arxada qoyub yeniyə addım atmaq üçün yol göstərici nədir? Ədalət. İmparatoriçe. Kılıç onlu. Ablam, bax birinci altdakı kartları açmamışdan qabaq deyirəm. Bebeğim, buna bax. Nədir bu? Kılıç onludur. Bir yer yıxılıb, xarabəyə çevrilib və altındakı mesajı oxuyuram sizə. Xarabənin altında muazzam bir xəzinə var. Hər hansısa bir şeylər çökürsə, yıxılırsa, gözləmədiyiniz şəkildə bitirsə, gözləmədiyiniz formada bitişə doğru gedirsə və ya durumlar gözlədiyiniz kimi alınmayıbsa, o zaman oradan çıxaracağınız dərsə fokuslanmalısınız. Çünki bir şeyləri əgər itirmişsinizsə, sizin oradan alacağınız demək olar ki, yəni dərsdən başqa dəyərli bir şey yoxdur. Çünki artıq o şey itib, gedib və bitib. Bitmiş bir şeydən ala biləcəyimiz tək şey də dərsdir. Əksəriyyətiniz yeteri qədər bu kişi idisə məni izləyən özünə götürsün. Kişi qadın olaraq ayrım yox, ümumiyyətlə. Kişi də izləyə bilər, qadın da izləyə bilər. Özünə nə ad vermək istəyirsə, kimsə cins olaraq götürə bilər və ya ad verməyə bilər. Siz özünüzə onsuz da yatırım eləməyi bacaran, onsuz da harda nə etməli olduğunu bilən, yeri gələndə fədakarlıq eləməyi, yeri gələndə də tolerans keçməməyi, tolerans etməməyi bacaran, hər şeyin yerini bilən bir hanımefəndisiniz və ya bir enerjiyə sahibsiniz. O donanım sizdə var, o enerji sizdə var. Yəni, enerjiniz ən üst leveldir. Hal-hazırdakı açılımda. Və bir şeydən qurtulmaq istəyirsinizsə, özünüzə fokuslanın. O biri kartları açın, görüm nə deyir. Ona əsasən yol alacam. Kılıç yedili. Bu kılıç yedili bir-iki gündür mənə çox gülməli gəlir. Əksəriyyətiniz bəzi durumlarda artıq məntiq istifadə edir. Daha dominant, daha məntiq tərəfdən, daha stratejik, daha soyuqqanlı yanaşır dəyişmə kimi düşünürəm. Keçmiş bağları arxada qoymaq istəyirsinizsə, artıq onu bir keçmiş bağ və ya durumları, artıq onu bir seçenek olaraq ələ almayın. Heç vaxt para ikincisinə baxıb belə bir yorum edəcəyimi düşünməzdim. Bu arada tamamilə hisslərimə fokuslanmışam deyə, ona görə bir balaca dayana bilərəm, çünki hiss eləmək istəyirəm o durumla bağlı. Ürəyimə düşənləri sizlə bölüşmək istəyirəm. Para ikili bilməyənlər üçün deyim. İki durumun, iki fikrin arasında qalmaq deməkdir. Bunlardan biri keçmişdir, biri gələcəkdir. Arada qalmışsınız, hansı birini dəyərləndirim, hansı ələ alınmalıdır və ya ikisini də eyni anda tutmağa çalışırsınız sanki əlinizdə. Yəni, nə keçmişdəki enerjidən əl çəkmək istəyirsiniz, nə də hal-hazırdakı enerjini itirmək istəmirsiniz. Və siz keçmişdəki durumu, keçmişdəki seçənəyi, keçmişi buraxmamış, onu bir seçenek olaraq görməyi buraxmadan yeniyə keçid edə bilmərsiniz. Yəni, bilirsiniz necə, nə deməyə çalışıram? Bir balaca qarışıq qurduğum cümləni. Bir partner üstündən göstərək. Bu partnerdir, hə? Rumi bir partnerdir, A kişisi. Bu da olsun B. Sən bilirsən ki, dur, A bu olsun, B bu olsun. Sən bilirsən ki, bu insanı buraxmamış, bu insana keçid edə bilmərsən. Sən bu insanı düşünərək bu insana keçid edə bilmərsən. Və ya bu insanı istəyərək bu insana keçid edə bilmərsən. Sən bir şeyləri yerə qoyub ona fokuslanmalısan. Çünki əks təqdirdə bunlara verdiyin enerji 100'dürsə, danışa bilmədim niyəsə. Allah Allah, bunu da yorumlayacağım bu arada. Normalda belə danışmıram.
danışığım belə-belə oldu. O zaman 100% enerji vermirsən, 50-50-yə bölünür. Nə qədər enerji verirsənsə, o yarım-yarım bölünür. Və dolayısıyla nə olmuş olur? Doğru düzgün ikisinə də əmək verə bilmirsən. Və bu sənin hər şeydən öncə sənin zehninin qarışmağına səbəb olur. Yəni, keçmişi buraxmamaq, keçmişdəkiləri yerə qoymamaq, özünə və ətrafdakilərə qarşı ədalətli davranmamaq hər şeydən öncə səni yorur. Çünki sən hara enerjini fokuslayacağını bilmirsən. Düşünəcəm bu kıl sirli nə ilə bağlıdır görəsən? Burada çox dərin bir mesaj var. Sizə deyim, bəlkə sizə nəsə çağrışdırar. Özüm ümumi şəkildə yorumlayacağım. Sadəcə bunu şəxsi olaraq sizə də demək istəyirəm ki, siz özünüz də bu barədə dərin düşünəsiniz. 11-11 gördüm. Sizə yalan danışmış, sizə riyakarlıq etmiş, sizə saxtakarlıq etmiş birisi varmı? Və ya keçmişdəki biri belə birisidirmi? Və ya şübhələriniz mi var münasibətlə bağlı və ya o durumla bağlı, hansı mənim üçün daha yaxşıdır kimi? Şübhələriniz varsa, yeni ilə bağlı, etməli olduğunuz şey sizi qorxudan, sizi gecə yuxusuzluqlarına itələyən, sizi qaranlıq düşüncələrə çəkən tərəfdən uzaqlaşmaqdır. Və bu kimi durumlarla rastlaşmağınızın səbəbi də qorxuya qapılmağınızdır. Şübhəyə düşməyinizdir. Bax, normalda şübhə yaxşı bir hissdir. Hisslərinizə əsasən şübhələnməyiniz və buna əsasən yolunuzu tapmağınız ən normal hadisədir. Sadəcə olaraq davamlı şəkildə şübhə etmək hər şeyi itirməyinizə səbəb ola bilər və ya ahənginizə hər şeydən əvvəl zərər vura bilər. Necə ki, elə bir haldasınız ki, bilmirsiniz, hara gedəsiniz, əlinizdə o güc var. Bax, değnek ikilisi əlində gücə sahib birisidir. Oxuyum sizə. Askerlər və ordular olmadan sana egemenlik verəcəm. Yəni, sənin başqa amillərə ehtiyacın yoxdur. Onsuz da sən oradasansa, sən orada varsansa, orada var olursansa, sənin özündən şübhə duyma kimi bir durumun, lüzumun yoxdur. Çünki sən onsuz da ora layiq görünürsən. Belə bir şey deyəcəm, ürəyimə düşdü. Əksəriyyətiniz bəlkə də özünü olduğu yerə layiq görmür. Məsələn, özünü olduğunuz yerə layiq görmürsünüzsə, olduğunuz yerdən şübhəniz varsa, dəyərləndirin. Məsələn, tutaq ki, bir şeylər arzulamısınız, bir yerdə olmaq arzulamısınız və oradasınız artıq və düşünürsünüz ki, görəsən mən ora layiqəm həqiqətən də. Deyir ki, görünən, nətər idi o? Görünən köy kılavuz istəməz. Yəni ki, bir şeyləri bilirsinizsə, o barədə düşünməyə ehtiyac yoxdur. Çünki onsuz da bilirsiniz. Bu rəy hardan gəldi, heç bir fikrim yoxdur. Amma birisi ilə uyumlanacağını düşünürəm. Deyir ki, sən onsuz da orada olanın sənə xidmət etmədiyini bilirsən. Niyə hələ də onu düşünürsən? Ah be ya. Sonra mən sizə nə deyəcəkdim? Sizin keçmişdəkini buraxmama istəyiniz də əslində bir qədər önə gedə bilməmə səbəbiniz. Və günün sonunda onsuz da sizin yüksək bir enerji daşıdığınızı və buna görə də istədiyinizi çəkə bilmə durumunuzun var olduğunu və hər zaman olacağını, sizin öz yüksək yaradıcılıq potensialınız sayəsində onsuz da arzularınıza qovuşa bilmə durumunuzun olduğunu və keçmişdə itirdiyiniz şeylərə fokuslanmamalı olduğunuzu, çünki gələcəkdə ondan daha yaxşısını qura biləcək gücünüzün olduğunu və ya Tanrının bunu sizə bəxş elədiyini deyir. Çay molası. Yarpız çayıdır.
Bu arada əgər keçmişi buraxmaqda çətinlik çəkirsinizsə, etməli olduğunuz şey kiçik-kiçik addımlar atmaqdır. Bir şeyləri ertələməyin. Deməyin ki, nə vaxt eləyərik, baxarıq, sonra baxarıq. Elə söhbət yoxdur. Çətinlik çəkirsinizsə, kiçik-kiçik addımlardan başlayın. Kiçik amma dəqiq addımlardan. Dəqiq, kiçik-kiçik, əmin addımlar atın. Götürün, məsələn, kiçik qərarlar alın və bunları uygulamağa başlayın. Zaman irəlilədikcə bunları bir qədər formalaşdırın və ya daha yaxşılaşdırın. Belə elə birdən-birə böyüyü ələ almayın. Balaca başlayın, bunlar sizə kömək olacaq. Keçmiş bağları arxada qoyub yeniyə addım atmaq üçün yol göstərici nədir? Bu arada əsla belə bir açılım olacağını təsəvvür eləmirdim. Bu arada bir şey daha deyəcəm. Kılıç yedilisi və kılıç kraliçesi ilə birgə düşünürəm ki, burada sizə xidmət etməyən və ya danışığını bilməyən, araya girən hər hansısa üçüncü faktor da ola bilər. Əgər bir münasibətdirsə bu. Hər kəsi hər şeyi arkada bırakıp kalpteki kişiyle gitme isteği. Birlikte alınacak bir karar. Sorunların artık geride kalması. Herhalde abla. Tatlı kartdı. Bunlar daha çok münasibət üçündür. Gizli işler, fikir ayrılığı, duygusal boşluk, konuşulması gereken konular. Münasibətdə bir-birinizi ifadə etmədiyiniz durumlar varsa, bunu münasibət üçün izləyən insanlar və ya münasibət olmasın hər hansısa bir iş yerindəki insanla bağlı olsun. Ümumiyyətlə, qarşı tərəfə qarşı, özünüzə də qarşı dürüst olun. Və nə kimi fikir ayrılığınız olsa belə, özünüzü ifadə etməkdən çəkinməyin. Qorxularınızı da yenməyə çalışın. Çünki sizin keçmişdəkindən əl çəkə bilməmə səbəbiniz daha çox qorxularınızla bağlıdır. 6-5-1. Bunu da göstərim. Bilmirəm, göstərdim ya yox, unuttum. Yenidən bir araya gəlmə ihtimali, kalp-kalbə qarşı, özlem duygusu, ılımlı ilişkilər. Dolayısıyla yenidən bir araya gələ bilərsiniz keçmişdə olan insanlarla. Və ya yeni partner istəyən insanlar, geri durumlar, şanslar istəyən insanlar yeni şanslarla qarşılaşa bilər. Hətta sizə belə deyim, yeni sizə gələcək olan insan və ya fürsət sizlə uyumlu olacaq, o qədər uyumlu olacaq ki, bir-birinizə qarşı bir-birinizi anlaya biləsiniz, bir-birinizi hiss edə biləsiniz. Bax, belə bir şeylər. Hətta sizə yeni gələcək olan insan, keçmişdə sizə xidmət etməyən, sonra xarakteristik olaraq dönüşüm sağlamış olan insan da ola bilər. Bax, bu, nə deyirlər ona, ehtimal da var. Son olaraq, nöqtə qoymaq üçün roz dəstəsindən də bir kart çəkəcəm. Keçmiş bağları arxada qoyub yeniyə addım atmaq üçün yol göstərici nədir? Keçmişdəki biri ilə münasibətinizdə və ya arxada qoymaq istədiyiniz hər hansısa bir durum, iş yeri ilə bağlı ola bilər, bir hədəflə bağlı ola bilər, başqa nədirsə münasibətlə bağlı ola bilər, insanla, dostla bağlı ola bilər. Yanlış səbəblərdən dolayı, yanlış anlaşılmalardan dolayı bir qədər problemlərlə üzləşdiyinizi görürəm. Əslində, bir-birinizə qarşı dürüst olduğunuz zaman durum düzələ bilərmiş. Amma araya girən bəzi fitnə fəsadlar, yalanlar, bir-birinizdən sözlərinizi gizlətməyiniz və ya tam olaraq duyğuların və durumların, hisslərin, fikirlərin ifadə olunmaması problemlər yaradıb kimi düşünürəm. Və deyir, qırıldığı yerdən qopmaq. Edit kartı verib. Bir şeyləri tamamilə silmək zorunda deyilsən, amma bir şeylərlə əlaqəli olan fikirlərini formalaşdıra bilərsən. Yəni ki, keçmişdə olan bir insandırsa bu, keçmişdə olan bir durumdursa, hansı ki, siz o durumla əlaqəli narahatlıq yaşamısınız, amma şərt o deyil ki, ona pis deyib uzaqlaşasınız. Onunla əlaqəli olan idealistik
fikirlərinizi yerə qoyub, reallığı qəbul edərək, olanı olduğu kimi qəbul edərək yolunuza baxmalısınız kimi düşünürəm. Olay budur. Flüt nə idi burada? Flüt kupa idi. Kupa kralı. Əgər bu bir insandırsa, keçmişdə qoymaq istədiyiniz və ya yeniyə yelkən astığınız, su elementi bir kişisi ola bilər. Su elementi kişisi ola bilər. Yəni ki, balıq, xərçəng, əqrəb bu kişilərdən biri ola bilər. Açılımın bu formada gedəcəyini düşünmürdüm. Amma olan oldu. Və sevdim mən açılımı. Son olaraq Rumidən nöqtə qoyan bir söz istəyəcəm. Düzdür, var olanı olduğu kimi çatdırdılar. Kartlar çox sağ olsunlar. Amma Rumi, bu mövzu ilə bağlı bizə son demək istədiyin hər hansısa bir söz var və ya bu mövzu ilə bağlı nöqtə, cümlə nə olardı? Aşk parlaqlığı ejderhaları bile ürkütən bir zümrüt kimidir. Problemlərin öhdəsindən mi gəlmək istəyirsiniz? Duyğularınızı dinləyin, hisslərinizi dinləyin və həmişə sevgini seçin. Sevgini seçdiyiniz zaman problemlərin öhdəsindən gələ biləcək gücə və qüdrətə sahib ola bilərsiniz. Və ya problemlərdən ötüb keçmək mi istəyirsiniz? Nə daxı? Duyğusal tərəfinizlə işləyin. Sonracığıma kalp çakrası. Bax, bunlar da yaşıldılar, əbəs deyilmiş. Kalp çakrası və kök çakrası ilə əlaqəli meditasiyalar eləyə bilərsiniz. Bunlar sizə yaxşı gələcək. Bura çıxan kartda değnek yedlisidir. Problemlərin öhdəsindən gəlmək istəyirsinizsə, əjdərha kimi olmalısınız. Herhalde. Və bir yenilənmə, bir güc tapacağınızı düşünürəm bu boyda apardığınız mübarizədən. Hər kəs öz içində apardığı mübarizəni bilir, abi heyran. Və bu mövzu ilə bağlı insanlardan, böyük gördüyünüz hissləri güclü birisindən dəstək ala bilərsiniz. Ananızdan dəstək ala bilərsiniz. Dostunuzdan dəstək ala bilərsiniz. Mən deməli olduqlarımı dediyimi düşünürəm. Sizi öpüyorəm. Kartlarımı yığıb gedirəm. Sağ olun, salamat qalın. Düşüncələrinizi yazmağı unutmayın. Ümidvaram ki, açılımım sizə yol göstərib və açılımım sizə şəfa olsun. Keçmişdəkilərə odaklanmayın ya. Zaten alınsaydı, alınardı kardeş. Alınmayıbsa demək vardır bir bildiyi Allah'ın. Öpeyirəm.